Bismillahirrahmanirrahim. Değerli izləyicilər, sizə təqdim edəcəyimiz bu videoda bir çox Yahudi kölələri öz kimliklərini, iç üzünü açıq şəkildə ortaya qoyurlar. Bunu bilməniz lazımdır ki, uzun illərdir ki, bu kimi insanlar Azərbaycan ictimaiyyətinə yanlış məlumatlar verərək ictimai rəyi yanlış istiqamətə yönəldirlər. Gəlin izləyək. Bilirəm, çox adamın xoşuna gəlməyəcək, bilmirəm sizin münasibətiniz necədir. İslam dini Türk millətinin başına gəlmiş ən dəhşətli bəladır. Türk milləti İslam olmayanda millət kimi millətidir. Bugün bir-birimizi qırırıq biz. Özü fikir verirsiniz, bəli, elə o İranın özünün hücum elədiyi ölkələr, hamısı İslam ölkələri. Hamısı İslam ölkələrdir, üstə gəl də. Qardaş, Türkiyədə böyük bir kəsim Azərbaycana düşmən kəsdir. Nəyə görə? İslama görə. İslama görə, bəli. Xüsusən də bu şiəlik məsələsinə görə. Gördüyünüz kimi bu videoda açıq-aşkar bu insanlar İslamla düşmənçiliyini etiraf edirlər. Diqqətlə baxın, bunlar 10 illər boyudur, 30 ildən yuxarıdır ki, İran-Azərbaycan münasibətini korlamağa çalışan insanlardır. Yalan informasiyalarla İran Ermənistana kömək elədi, Ay Qarabağda belə elədi, filan elədi. Bu məfkurəni insanların beyninə yeridərək bizi qardaş ölkə ilə, müsəlman ölkə ilə düşmən elədilər. Və daha sonra İmam Hüseynə dil uzatdılar. Və bu günləri Yahudi, İsrail maraqları ilə, Amerika maraqları ilə daban-dabana zidd olan İslama dil uzatmağa başlayırlar. Yəni bunlar birinci deyir ki, o Azər Əsləd deyilən o məxluq, o iriyənc məxluq ki, onun içərisinin bütün murdarlığı sifətinə vurub üzündən görünür. Deyir ki, Türk dünyasının ən böyük bəlası İslamdır. Da bu bədbaxt heç olmasa adı orta məktəb tarixini oxumayıb ki, Türk dünyası, Osmanlı imperiyası İslamdan sonra rövnək tapıb, İslamın sayəsində dünyaya hökmranlıq edib. Digər Türk Səlcuqlar da, Səfəvilər də, Əfşarlar da, bütün Türk dövlətləri, Xarəzmlilər də, Moğollar da, bunların hər biri İslamın sayəsində dünyada şöhrət tapıblar. Bu bunu anlamır. Və ikincisi, o birisi o antipod qadın qeyd edir ki, şiəlik. Baxın, İran ancaq İslam ölkələrini vurur. Yəni bu insan elə qanmır ki, müsəlman ölkələri ərazisində olan bazalar Amerikanın ərazisi hesab olunur. O bazalar vurulublar. Yəni bütövlükdə bunlar hər vəchinlə İslama qarşı olduqlarını, zəncirli Yahudi köləsi olduqlarını etiraf edirlər. Biz diqqətli olmalıyıq ki, bunların və bunlar kimlərin fitnəsinə uymayaq. Biz bunlar kimlərinin qurbanına çevrilməyək. Bunları yaxşı tanıyın. Bunların düşmənçiliyi Azərbaycan xalqının dini iləndir. Azərbaycan xalqının mənəviyyatı iləndir. Azərbaycan xalqının milli mənəvi dəyərləri iləndir. Bunlar bunu bu sujetdə açıq-aşkar etiraf edirlər. Ümidvaram ki, biz bu insanları tanıtdırıb xalqımızı bunların fitnə fəsadından xilas eləyə biləcəyik. Vəssalamu aleykum və rəhmətullah.